Növbəti qrup saylarımız sıra sayları adlanır. İngilis dilində the ordinal numerals adlanır. Sıra sayları adından göründüyü kimi isimlərin sırasını bildirir və İngilis dilində which, hansı sualına cavab verir. Azərbaycan dilində sıra sayları neçənci sualına cavab verir və adi miqdar saylarının sonuna ıncı, inci, uncu, üncü şəkilsi artırmaqla düzəlir. İngilis dilində isə sıra saylarını düzəltmək üçün xüsusi qaydalar vardır. İlk olaraq bilməliyik ki, ilk 3 sıra sayı sadə saylardır. Yəni onlar miqdar saylarının kökündən belə deyək dəyişməsi yolu ilə, fleksiya yolu ilə düzəldirlər və burada bir, the first, birinci sıra sayı və bir də yazarkən the bir miqdar sayını rəqəmlə yazıb üzərində son 2 hərfi yazmaqla da bunu göstərə bilərik. Deməli, diqqətli oluruq. Bir, the first, birinci, yazıda isə bu şəkildə verə bilərik. 2, the second, ikinci və yazarkən the 2 rəqəmi üzərində ND hərfləri, yəni son 2 hərfi yazmaqla biz sıra sayını işarə edə bilərik. The second və burada göstərildiyi kimi yazıda göstərə bilərik. 3, the third, üçüncü və yazıda biz bunu the 3 rəqəmi və üzərində son 2 hərf AD hərfləri, yəni RD hərflərini göstərə bilərik və buradan 3, the third və göstərildiyi kimi sıra sayını ifadə edə bilərik. Deməli, ilk 3 sıra sayı sadə sıra saylardır və kökündən dəyişməklə düzəlir. Sıra saylarının düzəldilməsi ilə bağlı növbəti qaydamız B bəndi. Yerdə qalan sıra saylarını düzəltmək üçün biz miqdar saylarının sonuna TH şəkilçisi artırmalıyıq. Diqqət etirik, yerdə qalan sıra saylarını düzəltmək üçün miqdar saylarının sonuna TH şəkilçisi artırılır və TH şəkilçisi belə bir simvolla ifadə olunur lüğətlərdə, yəni pəltək S səsini verəcəkdir. Məsələn, 4, 4, the fourth, diqqət etirik, the fourth, dördüncü, 7, 7, the seventh, yeddinci, diqqət etirik, the seventh, yeddinci. Sıra saylarının düzəldilməsi ilə bağlı bir neçə qeydimiz olacaq. Birinci qeydimiz sonu V, yəni VE hərfi ilə bitən miqdar saylarına aiddir. Bu miqdar saylarını sıra sayına çevirərkən VE hərf birləşməsi F hərfi ilə əvəz olunur və sonra TH şəkilçisi artırılır. Diqqət etirik, sonu VE V şəklində bitən miqdar saylarını sıra sayına çevirərkən VE hərf birləşməsi F hərfi ilə əvəz olunur və sonradan TH şəkilçisi əlavə olunur. Məsələn, 5, 5, the fifth, beşinci, the fifth və ya digər bir misal, 12, 12, the 12th, 12-ci, the 12th. Növbəti qeydimiz sonu
y ilə bitən miqdar saylarına aiddir. Sonu y ilə bitən miqdar saylarını sıra sayına çevirərkən y hərfi i hərf birləşməsinə çevrilir və sonradan th şəkilçisi əlavə olunur. Diqqət edirik, sonu y ilə bitən miqdar saylarını sıra sayına çevirərkən y hərfi i hərf birləşməsinə çevrilir və sonuna th şəkilçisi əlavə olunur. Məsələn, 20, 20, the 20s, 20-ci, the 20s. Növbəti bir misal, 30, 30, the 30s, the 30s, 30-cu. Növbəti bir qeydimiz, sonu 1, 2, 3, yəni 1, 1, 2, 2, 3, 3 sayları ilə bitən mürəkkəb miqdar saylarının sıra sayına çevrilməsi ilə bağlıdır. Biz ümumiyyətlə öyrənmişik ki, 1, 2 və 3 miqdar sayları sıra sayına çevrilərkən fleksiya yolu ilə sıra sayına çevrilir, yəni fleksiya baş verir. Ona görə 1 the first, 2 the second, 3 the third şəklində sıra sayına çevriləcəkdir. Və 1, 2, 3 sayları ilə bitən mürəkkəb miqdar saylarında sıra sayına çevirmək üçün fleksiya yolundan istifadə edəcəyik və 1 the first, 2 the second, 3 the third şəklində sıra sayına çevriləcəkdir. Məsələn, 21, 21, the 21st, 21-ci deməkdir. 32, 32, the 32nd, 32-ci deməkdir. 43, 43, the 43rd, 43-cü deməkdir. Digər bir şərtimiz isə ondan ibarətdir ki, 11, 12 və 13 kimi miqdar saylarının sıra sayına çevrilməsi qaydası bu artıq fərqlidir. Bəzən bizim şagirdlərimiz 11, 12 və 13 kimi miqdar saylarını sıra sayına çevirərkən səhvə yol verirlər. Çünki bu miqdar saylarının sonunda da gördüyümüz kimi 1, 2 və 3 sayları vardır. Amma bu sayları biz fleksiya yolu ilə sıra sayına çevirməyəcəyik. Çünki bu saylar özləri müstəqil saylardır və onların sıra sayına çevrilməsi th şəkilçisi artırmaqla baş verəcəkdir. Deməli, 11, 12 və 13 kimi miqdar saylarını sıra sayına çevirərkən th şəkilçisindən istifadə edəcəyik. Məsələn, 11, 11, the 11s, 11-ci, 12, 12, the 12s, 12-ci, 13, 13 və the 13s, 13-cü şəklində biz bu miqdar saylarını sıra sayına çevirə bilərik. Sıra saylarını öyrənərkən biz çox vacib bir məsələni də bilməliyik. Bu, İngilis dilində ayın tarixlərinin deyilməsi ilə bağlıdır. Belə ki, məsələn, bizim dilimizdə, Azərbaycan dilində biz ayın tarixini bu şəkildə ifadə edirik. Sentyabr ayının 26-sı. Amma İngilis dilində biz ayın tarixini ifadə edərkən sıra sayına müraciət etməliyik. Çünki İngilis dilində ayın tarixi bu şəkildə ifadə olunur. Sentyabr ayının 26-cı günü. Deməli, diqqət edirik. Azərbaycan dilində ayın tarixlərini İngilis dilinə tərcümə edərkən biz məhz sıra saylarından istifadə etməliyik. Ayın tarixləri üçün iki quruluş forması vardır. Yəni, biz ayın tarixlərini demək üçün iki formadan istifadə edəcəyik.
Birinci quruluşa görə sıra sayı əvvəl, sonra of sözünü və sonda ayın adını deməliyik. İkinci quruluşa görə isə ayın adı əvvəl, sonra sıra sayı gəlməlidir. Və görürük ki, birinci quruluşda of sözünü ın, in, un, ün mənasında işlədilmişdir. Amma ikinci quruluşumuzda of sözünü işlədilməmişdir. Gəlin bunu biz nümunələrlə göstərək. Sentyabr ayının 26-sı. İngilis dilində bu aşağıdakı kimi ifadə olunacaqdır. The 26th of September. Diqqət edirik. The 26th of September. Və yaxud September the 26th. Diqqət edirik. September the 26th. Və ya digər bir misalımız. Dekabr ayının 31'i. The 31st of December. The 31st of December. Və ya December the 31st. Diqqətli oluruq. December the 31st şəklində biz ayın tarixini qeyd edə bilərik. Beləliklə, biz sizinlə sıra sayıları haqqında məlumat aldıq. Sıra sayılarının düzəldilməsi və istifadə olunması ilə bağlı ətraflı məlumat verdik.